sosial şəbəkədə bir demək reklam roliki gördüm. Demək bərbər öz salonunu reklam eləmək üçün nə edir? Bir vulqar geyimdə, bir ədəbsiz geyimdə, ona geyim də demək olmaz, geyimsizlik demək olar. Bir qızı belə deyək də oynadır, falan görə bunun saçını düzəldib. Mən ondan çıxış edərək dedim ki, axır vaxtda bizim reklamlarımız da bayağılığa gedir. Bax, məsəl üçün, ev alqı-satqısı ilə məşğul olan maklerlər bilirsinizmi nə edirlər? Qısacıq, bax belə 2 qarış yubqası olan qızları aparırlar evin qabağına. Qız deyir ki, bu çox gözəl evdir, bunu almaq lazımdır. Sonra qız başlayır, siz də mənə bağışlayın, o evi gəzməyə və kamera düşür bunun arxasınca və kamera evi göstərmir. Kamera qızı göstərir və bəlli bir orqanını, yəni belə bəlli bir yerini göstərə-göstərə davam edir. Maşın reklam eləyirlər, maşın reklam eləyəndə yenə eyni qadınlar. Hətta telefon reklam eləyirlər, nömrə reklam eləyirlər, yenə eyni qadınlar əcaib bədən quruluşunda. Sanki reklamın yeganə atributu çılpaq qadın bədənidir. Başqa bir şey yoxdur. Açırsan deyirsən ki, yəni doğrudanmı sən öz malını reklam eləmək üçün başqa bir nəsnə tapa bilmirsən? Belə çıxır ki, tapa bilmir də. Tərbiyəsizcəsinə, əxlaqsızcası və bilir ki, cəmaət baxacaq ona. Kimsə acıdır, kimsə belə deyək də baxır da hər zaman qadın bədəni cazibədə olur. Amma bunun dozasını artıra hara getmək istəyirsiniz? Mən onu anlamıram. Mən hər dəfə deyəndə deyirlər ki, Sevinç xanım, dərdimiz başqa dərdimiz yoxdur. Deyirəm, arkadaş, o birisi dərddən də danışan mənəm. Təhsildir, mənəm deyər ki, belə yekə çıxmasın. Bizim kimi jurnalistlərdir. Təhsildən də danışıram, səhiyyədən də danışıram, korrupsiyadan da danışıram. Sizlə biz nə zaman tanış olmuşuq? Naxçıvan olayları olanda deyilmi? Bütün ölkəni gündəmi sarsıdan hadisə olanda ən çox danışan bizim kimi jurnalistlər olub da. Hamısından danışaq, heç birini unutmamaq şərti ilə. Amma bugün biraz ac olarıq, Tural bəy. Sabah bir şəkildə kasıbçılıq keçər gedər, düzdür. Bugün bir başqa problemimiz olar, evimiz kasıb olar, sabah evimiz üzər. Amma bu əxlaqdır, mənəviyyatdır, yetişən gənc nəsildir. Bunlar bərbad vəziyyətə qalanda və bunlar degradasiya uğrayanda bunları xilas eləmək mümkün olmayacaq. Səhiyyədəki problemləri də zamanla düzəldə bilərik, təhsildəki problemləri də düzəldə bilərik. Amma mənəviyyatımıza vurulan zərbənin nəticəsi ağır olar. Bugün bu problemləri aradan qaldırmasaq, sonra gec olacaq. Ona görə də mən buradan çağırış eləyirəm o cür düşünənlərə ki, o cür fikirləşməyin ki, mövzu tapırsınız danışmağa, nədir, bu müğənnidən niyə danışırsınız? O müğənnilər, o bizim mənəviyyatımızı körləyən insanlar bu ölkənin gələcəyinə zərbə vururlar. Bugünün gənci, bugün uşağı baxıb nümunə götürür. Nümunə yaradılar, Sevinç xanım. Eynən. Tural bəy, o nə fikirləşir bugün baxan gənc? Bugün baxan gənc qız əgər ailəsində, yəni ailədə də hamının bütün gün uşağınla vaxt keçirib saatlarla ona öyüd nəsihət vermək imkanı yoxdur da, günün 20 saatı işləyən valideynlər bu dəqiqə Azərbaycanda. Axır açır televizoru, baxır ki, bax o qadın müğənnidir. O qadının hər şeyi var. O qadının Galenvageni var. O qadının bahalı maşını var, bağı var, zinəti var. Və o qadın deyir ki, mən evli bir kişinin məşuqəsiyəm. Ondan da uşaq dünyaya gətirmişəm. Fikirləşir ki, burada nə var ki? Hamı da sevir onu, şəkil çəkdirir ondan, toyuna dəvət eləyir, görəndə selfie çəkdirir, özünü də çox sevir. Niyə də olmasın? Yavaş-yavaş o beyində şuurda, cücərti kimi yavaş-yavaş səpilir və gənc qız o cür formalaşır ki, niyə də yox? Gənc oğlan, çox üzr istəyirəm hamıdan, bizi izləyən bütün tamaşaçılardan üzr istəyirəm. Gənc oğlan baxır üzdən İrağa. Bütün sosial şəbəkəni bürüyüblər bu üzdən İraqlar. Baboşudur, osudur, busudur. Biz danışanda deyirlər ki, Sevinç xanım, baboşdan başqa dərdimiz yoxdur. Deyirəm, sabah sənin evində yetişən oğlan ona baxıb da fikirləşsə ki, yaxşı yaşamağın yolu baboş olmaqdan keçir, hansısa üzdən İraq olmaqdan keçir və o cür yaşamaq istəsə və o cür meyllənsə, sabah sən onu geriyə qaytara bilməyəcəksən. 10-15 ildən sonra ətrafına baxanda normal kişi fərdində olan insan tapmaqda çətinlik çəkəcəksən. Söhbət ondan gedir. Danışmayaq, susaq, üstündə bastıraq Sovet dövründəki bütün problemləri. Biz danışmadıqca bu problem bitəcəksə susaq. Amma biz danışmadıqca problem daha da artıraq. Mən deyirəm ki, hamımız danışaq, bir televiziyalara gəlsinlər, bir qulaq vurması versinlər ki, bizim başqa dərdimiz yoxdur, bizim başqa azarımız yoxdur. Bu müğənninin üz isəm alt paltardır, üst paltardır, sevgilisidir, uşağının atasıdır. Bu bizə maraqlıdır, sizə mənə maraqlıdır. Bizim həyatımıza nə təsir göstərir axı bu? Heç nə. O vulqarlaşma isə bizim həyatımıza mənfi təsir göstərir. Çünki evimizdə uşağımız böyür, ətrafımız, cəmiyyətimiz, sağımız, solumuz, hamı bundan təsirlənir. Sabah birisi gün o qədər adiləşəcək ki, məsələn, adi bir mövzudan digərinə keçmək olmasın. Xaricdəki blogerlər gəldilər, nə gətirdilər Azərbaycanın internet məkanına? Söyüş gətirdilər, bəli. Əvvəl biz heç küçədə eşitmədiyimiz söyüşləri açdıq telefonumuzu ki, bu söyüş. Bugün efirdən eşitdik. Bugün efirdən eşitdik və çox aşağı səviyyəli söyüşlər, təhqirlər, ana-bacı təhqiri, nəsil nəcabət. Şoka giririk ki, belə bir şey demək olur, davada deyilmir də bu. Sonra nə oldu? Bizim tamaşaçılarımız başladılar onu oxşamağa.
Bizim tamaşaçılarımız əvvəl tənqidi səviyyəli şəkildə yazan tamaşaçı İndi söyürlər. Artıq onun kimi danışır. Adını demək istəmədim, bloger kimi söyür adamı. Onun ritorikasından, onun dilindən söyür. Bu tamaşaçı dünən normal şəkildə irad bildirən tamaşaçı idi. Deyirdi, məsəl üçün ən azı deyirdi ki, obyektiv deyilsiniz və yaxud deyirdi ki, bu sualı verməyin. Bu nə sualı? İndi bu sualı verməyin əmrinin əvvəlinə bir də söyüş əlavə edir. Bir də ağır bir təhqir əlavə edir. Başa düşürsünüz? Doğru. Bunu bizə sırıyır. Bunlar biz onu deyirik də. Bu proses yavaş-yavaş olur. Əvvəl deyirlər ki, əgər onlar orada danışsınlar, geri dönüş olmayan istiqamətə gedir bu. İndi sən gəl o cəmiyyətin ağzını çevir bu tərəfə. İndi gəl sən o pozulmuş cəmiyyəti, hansısa formada degradasiyaya uğramış gənci gəl qaytar düz yola görüm. Sən onun üçün nə qədər çaba sərf eləməlisən. O çətindir. Bir ağacı yetişdirmək çox çətindir. Amma qırmaq 2 dəqiqənin işidir. Elə bu baltanı al ki, qır qutarsın getsin. Cəmiyyət də hal-hazırda o vəziyyətdədir. Elə bil ki, hərə əlinə alıb bir dənə silahı, bir dənə nə bilim ki, mən görüm bu cəmiyyətin axırına necə çıxa bilərəm. Biri o tərəfdən baltalayır cavanı, biri o tərəfdən qocanı. Qoca adamlar, baxıram indi biz özgəski vaxt ağsaqqalımıza, ağbirçəyimizə hörmət edirdik də. O kanallarda, o dediyimiz ailə məişət verişində bizim ağsaqqallarımız, ağbirçəklərimiz nə gündədirlər? Nə cür təqdim olunurlar? Belə abırsız kimi, ifritə kimi, ev dağıdan kimi, yəni özünə ər axtaran kimi və s. Yəni yaşlı qadının özünə ər axtarması, eyni zamanda demək abırsız bir şəkildə özünü aparması və yaxud da isterik bir şəkildə problemi bildirməsi. Beləcə də ağsaqqallar, ağbirçəklər institutunu məhv elədilər. Yerdə nə qaldı Tural bəy? Heç nə. Gəncimizi bərbad vəziyyətdə, qadınlarımızın, yəni mən hər şeyi qara göstərmək istəmirəm, amma demək istəyirəm ki, bu düşünülmüş bir şeyə daha çox bənzəyir. Necə ola bilər? Bu təsadüf ola bilməz. Necə ola bilər ki, bütün kanallar eyni vaxtda Azərbaycanın müstəqil olmasını istəməyən, Azərbaycanın güclənməsini istəməyən qüvvələr məqsədli şəkildə sosial şəbəkələr üzərindən bu təbliğatı aparırlar, bu prosesi həyata keçirirlər və bizim cəmiyyətimizi məhv etməyə çalışırlar.